2025-ci il Azərbaycan-İran münasibətlərində intensiv dialoq və real əməkdaşlıq ilə olub. Hazırlanacaq yeni yol xəritələri, nəqliyyat, infrastruktur layihələri və siyasət koordinasiyası regionda sabitlik və əməkdaşlıq perspektivlərini genişləndirmək baxımından önəmlidir. Xarici İşlər Naziri Ceyhun Bayramov İranlı həmkarı Seyid Abbas Əraqçı ilə birgə mətbuat konfransında iki ölkə arasında münasibətlərin cari vəziyyətini, gələcək planlar və region üzrə önəmli məsələləri müzakirə ediblər. Hal-hazırda Ağbənd, Kəlalə avtomobil körpüsünün inşası uğurla davam etdirilir və hesab edirik ki, 2026-cı ilin ilk aylarında həmin körpünün başa çatması həyata keçiriləcək və mövcud olan Araz çayı üzərindən olan bütün körpülərlə müqayisədə məhz bu körpünün buraxılış qabiliyyəti ən yüksək olacaq. Hesab edirik ki, bu iki ölkə arasında nəqliyyat, kommunikasiya, ümumilikdə ticarət, əlaqələr kontekstində çox böyük bir töhfə olacaqdır. Əraqçı isə bildirib ki, İran regionda sülh proseslərini, o cümlədən Azərbaycan-Ermənistan arasında sülh gündəliyini, eləcə də 3+3 formatlı danışıqları dəstəkləyir. Muncer be təvəqqüf İran Azərbaycanla əlaqələri bütün sahələrdə gücləndirmək əzmindədir. Cənab Ceyhun Bayramovla ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni, humanitar sahələrdə müzakirələr apardıq. Azərbaycan və İran həmişə dialoqu açıq və mehriban şəkildə həyata keçirib. İki ölkənin ortaq cəhətlərinin çox olduğu kimi fikir ayrılıqlarının da olduğunu təbii hesab edib, bunu dialoqla həll etmək yolunu tutmuşuq. Azərbaycan prezidentinin Tehrana səfərini gözləyirik. Həmçinin nazirlər vurğulayıblar ki, ikitərəfli əməkdaşlıqla yanaşı regional, siyasi, iqtisadi və humanitar sahələrdə qarşılıqlı fəaliyyət daha da artırılacaq. Ceyhun Bayramov konfransda həmçinin Azərbaycanın Qəzzaya hərbi kontingent göndərməsi məsələsinə münasibət bildirib. Deyib ki, Azərbaycan Amerika Birləşmiş Ştatlarından Qəzzada sülhməramlı missiyada iştirak üçün dəvət alıb. Bizi maraqlandıran və narahat edən bir sıra məsələlərlə bağlı sorğular göndərmişik. Alacağımız cavabların dolğun olması zəruridir. Bəzi suallarımıza cavab olmadığından hazırda Qəzzaya Azərbaycan kontingentinin göndərilməsi ilə bağlı heç bir qərar yoxdur, deyə Ceyhun Bayramov qeyd edib.